Nə deyir? Alqoritm fraqmentinin icrası zamanı B dəyişəninin qiymətinin müəyyən edin. A-nın ilkin dəyəri 1 verilib, B-nin ilkin dəyəri 1024 verilib. A kiçikdir, bərabərdir, B olduğu müddətcə dövrümüz davam edəcək. Biz burada dövrün saylarını bilmirik. Amma A 2 artır, B 3 azalır. A növbəti addımda olacaq 3, B olacaq 1021. Sonra A-nın qiyməti olacaq 5, B-nin qiyməti olacaq 1018 və bu cür davam edəcək. Biz bu cür misalı yazmaq üçün A-nın ilkin dəyəri 1. A üstə gələk 2n, A üstə gələk 2n, n mən dövrlərin sayını deyirəm, dövrlərin sayıdır. Böyükdür, bərabərdir, B olduğu müddətcə dövr davam edəcək. Mən buradan dövrü tapacağım, sonra yerinə qoyub B-ni tapacağım. B-də isə B çıxaq 3n-dir, B çıxaq 3n-dir. A-nın ilkin dəyəri 1 üstə gələk 2n, böyükdür, bərabərdir, B-nin ilkin dəyəri 1024 çıxaq 3n. Və buradan alıram ki, 5n böyükdür, bərabərdir 1023-ə. N böyükdür, bərabərdir 1023-ü 5-ə bölsək, 204 tam onda neçəsə düşəcək, o da təqribən olacaq 205. Yəni hal-hazırda burada 205 dəfə dövr baş verəcək. 205 dəfə dövr baş verəcək. Amma baxaq, çıxışda bizdən nə istəyir? Çıxışda bizdən A-nı istəyirsə, B-ni istəyir. Onu bu ifadədə yerinə qoyub mən yazacağım. B-nin ilkin qiymətini tapmışdıq. Zaten verilib 1024 çıxaq 3 bıraq 205 bərabərdir 1024 B bərabərdir 1024 çıxaq 5 615 o deyilir 904. Deməli B-nin son dəyəri 409-u tapmış olduq. A-nı desə A-nı burada qoyub yerinə yaza bilərsiniz bu ifadədə. 17-ci sualda doğru cavabımız oldu B variantı.